Nigah öncəsi müayinə vacibdir, həkim hematoloq açıqlayıb. Sualı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin rəsmi səhiyyə.gov.az saytına müsahibəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim hematoloqu Nərmin Verziyə verib. Nigah öncəsi tibbi müayinə irsi və yoluxucu xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır. Belə müayinələrin məqsədi evlənəcək cütlüklərin sağlamlığının təmin etməklə yanaşı, gələcək nəsillərdə irsi xəstəliklərin yaranmasını azaltmaqdır deyə həkim bildirib. Mütəxəssis nigah öncəsi müayinələr nəticəsində daşıyıcıların müəyyən edildiyini, müvafiq məsləhət verildiyini və xəstə uşaqların doğulmasının əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib. Cütlüklər müayinədən keçərək sağlam ailə planlaması edə bilərlər. Evlilikdən əvvəl xəstəlik riskini bilməklə daha düzgün qərarlar qəbul edə bilərlər deyə Nərmin Verziyeva bildirib. Qeyd edək ki, talasemiyanın profilaktikası məqsədi ilə 2015-ci ilin iyun ayından etibarən bütün nigaha daxil olan cütlüklər talasemiya daşıyıcılığına görə müayinə olunurlar. Hər iki tərəfində daşıyıcı olduğu hallarda cütlük həkim hematoloq, ginekoloq və genetikin konsultasiyasına yönləndirilir. Gələcəkdə talasemiya xəstəsi övladın doğulmaması üçün diqqət etməli məqamlar ətraflı izah olunur.